görürsən kesilk olan qızlarımız var, əslində onlarda vaginal genişləmə olmamalıdır. Çünki onlar doğmayıb axı, üstdən götürmüşük. Amma o qədər volta gəlib gedirlər ki, güclü qoysa, belə açırsan, hər dəfə genişlənirsən, alətlə girsin, divarlar boşalır. Doğmuş kimi bir şey olmaz. Amma kimdə ki, ümumiyyətlə heç doğmuyor, təzə ailə qurub, əgər sənin dediyin əlamətlər varsa, o adda iltihab xarakterli olur və yaxud da ki, arxaya kökəlmək. Çalış, bədənini bir tur şeydə saxla, çəkilə saxla. Mən əvvəl arıq idim, sonra kökəldim. Arıqla kökəl, dərindən şar üfürürsən, dartınır. Boşalansa görsən, qırs-qırs qalır. Arıqla kökəl, o dərin turğunluğu itir. Misal üçün, əgər o hallar varsa, məsləhətim görüm, internetdə, YouTube-da yaz, Kegel hərəkətləri. O idmanı elə, onu elə qoy çanaq tipin şey olsun, bəlkisi. Top ayağında tutub gəzirsən, belə evin içində iş görürsən, top ayağının arasında gəl. Müslüm, müəyyən uprajeniyalar var da, onları elə çanaq tipi əzələləri boşdur. Bu belə, necə kişilər gedib muskul